Məhbəsdə olan avtoritetlərin hamısı ayağa qalxıb, burada da özünü, nə bilim, jizm, voram, auye filan fəsməkən, üzr istəyirəm ifadəmə görə, belə hesab eləyənlər də başlayıblar. Ay Tolikə o günə qoyacaqlar, ay Tolikə bu günə qoyacaqlar. Baxın, Tolikin çox yaxın, çox əzizlərindən biri həbsxana həyatı yaşayır. Mənə deyib, sadəcə demirəm kimdir, çox doğmalarından biri. Və deyir, Səidə xanım, səncə, mənim öz doğmam həbsxana həyatı yaşayırsa, mən bütün məhbəsdə olanların ailələrinə o sözü deyərəmmi? Dedim, mənə izləyicilər deyəndə, dedim ki, ola bilməz Tolik hamını niyə söylüsün ki? Birinci, ailə ilə ümumiyyətlə nə işi var? Orada da Tolikin özünə dedim ki, ailəyə toxunma. Ümumiyyətlə, kiminlə nə sözün varsa, ona denən sözü. Və orada siyasi məhbuslardan bir neçəsinin adını çəkir. Tolik indi hazır versiyanı mən sizə deyəcəm əslində. İndi onu paylaşan, montaj eləyib paylaşıb. Birinci neysə paylaşırsınızsa olduğu kimi paylaşın. Çünki səhv informasiyaya görə sizin özünüz belə məhkəmə qarşısında cavab verməyə məcbur olacaqsınız. Mən burada Tolikin tərəfini tutmuram. Məni izləyənlər də gözəl bilir ki, mən həmişə haqqın tərəfində durmuşam. Və Tolik söyüb də deyəndə mən dedim ki, çox səhv eləyib. Tolikə kim ixtiyar verir ki, söysün. Videoda söhbət kimdən gedir? Videoda söhbət siyasi məhbuslardan gedir. Hansı ki, bizim Azərbaycan həbsxanalarında heç də hər kəs siyasi məhbus deyil. Benim kasıbıma qurban olsun, mənim burada imkanlı məmurum. Kasıbımın balası getdi, öldüyü. Kasıbımın balasının qanını niyə görə Türkün ayağına? Sənə sual verirəm, mənə cavab ver. Azərbaycanda İlham Əliyevə alternativ prezident namizədin birinin adını dilən. Türmədən bir iki dənə fıraqlar tapmaq olar. Kim? Kimi deyirsən? Yaqubunu deyirsən? Ya qəbirstanlıqdan ya da türmədən tapa bilərsiniz. Yaqubu prezident olacaq. İlqar da prezident deyildi, çıxdı da türmədən. Niyə eləmədiniz onu prezident? Narkotikə görə yatanlar var. Adam öldürməyə görə orada cəza çəkənlər var. Dələduzluqla orada cəza çəkənlər var. Ümumiyyətlə etdikləri səhv üzündən həbsxanada cəza çəkənlər var. Amma Tolik niyə onlara nə etsin ki? Burada söhbət siyasi məhbuslardan gedir. Yenə də siyasi məhbusların ailəsinə toxunmağı da düz hesab eləmirəm. Etməməli idi Tolik. Amma ki, siz çox xahiş edirəm. Ay, həbsxanada hamı ayağa qalxdı, neynədin ağır. Ürəyiniz gedir, biri yıxılsın, üstünə tökülüşəsiz 100 nəfər birdən. Bir dinləyin də və bəzi izləyicilər yazmışdı ki, biz o canlı yayımda olmuşuq. Canlı yayımda olan izləyicilər belə orada səhv deyildi. Tolik belə deyirdi, amma mənə 6 dəqiqəlik video atılıb, orada Tolik elə demir ki. Tolik deyir, filankəs siyasi məhbus çıxdı. Edərdiz prezident, niyə etmədi?